daxili siyasətində 2030-31-ci illərə qədər yüksək dəyişikliklər olacaqdır. Yəni 30-cu ildə dini Ayətullah Xameneinin yerinə cavan bir gənc gələcək, o da Avropa yönümlü insan olacaqdır. Ümumiyyətlə, hicaba qarşı tam, belə deyək də, qanun layihə çıxarılacaq. Kim ürək istəsə hicab taxa bilər. Yəni, keçmiş dövr kimi olacaqdır, 30-31-ci. Amma hicab çıxardan qadınları üst tuturam ki, məsləhət görmürəm. Yəni, mən bunu dini cəhətdən deyirəm. İndi o aydın məsələdir, gərək qəflən gəlməlidir şey, amma bu proqnozdur. Əslində hicab qadının ən böyük, belə deyək, varlığıdır. 30-31-ci illərdə kütləvi, hətta qırğınlar da olacaq. Bir çox ahali, yəni, bax belə bu açıq-maçıq geyimlərin, lori desək, yəni, belə deyək, əleyhinə olacaqdır. Və böyük toqquşmalar başlayacaq. Şəhərlərdə yanğınlar olacaq və Qum şəhərinə yaxın Müqəddəs Məsumə xanımın şəhərinin ətrafında olan qəsəbələrdə kütləvi partlayışlar olacaqdır. Sonra böyük teleqülləsində problem yaranacaqdır. Ümumiyyətlə, ölkə daxili siyasətində güclü gərgin anlar olacaqdır. Yəni 30-31-ci illərdə gözümə görünür və İranın cənub-şərqində də şəhərdə kütləvi qırğınlar dedik və eyniliklə zəlzələlər də başlayacaq əziz izləyicilərim. Buna diqqətlə qulaq asın.